Pərvin Abiyeva 17 oktyabr 1990-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. Tərəzi bürcüdür. Əslən Ağdaşdandır. İlk dəfə Qarabağnamə filmində çəkilmişdir. 2012-ci ildə isə Həyat Varsa serialına çəkilmişdir. Azərbaycanın ən gözəl xanımları siyahısında göstərilir. 9-cu sıra Natəvan Həbibi. Azərbaycanlı müğənni, aparıcı aktrisa. Natəvan Həbibi 20 may 1981-ci ildə Türkmənistan Krasnovodsk şəhərində anadan olub. 1987-ci ildə 12 nömrəli məktəbin 1-ci sinifinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-cı ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüb. 2006-cı ildə solo karyeraya başlayıb və ali təhsillidir. 8-ci yer Vüsalə Əlizadə. Azərbaycanlı televiziya aparıcısı və sənətçi. Vüsalə Əlizadə 1984-cü ilin 12 iyulunda Bakı şəhərində anadan olub. Özündən başqa 3 bacısı və bir qardaşı var. 9-cu sinifə qədər Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə təhsil alıb. Ali təhsilli Vüsalə Əlizadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fakültəsində təhsil alıbdır. 7-ci yer Nigar Camal Azərbaycanın ən gözəl xanımları arasında göstərilir. 2011-ci ildə Eldar Qasımovla birlikdə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya mahnı müsabiqəsində təmsil edib və yarışmanın qalibi olubdur. 6-cı yer Oksana Rəsulova. Rəqqasə, aktrisa, ginekoloq və dəri zöhrəvər kimi. Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əlbayramlı şəhərində ziyalı ailəsində dünyaya gəlib. İxtisasla ginekoloq və dəri zöhrəvər kimi olmasına baxmayaraq, bu gözəl xanım 19 ildir Hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. 5-ci yer Sevda Yəhyayeva. Siyahımızın 5-ci pilləsində yer alan müğənni 1985-ci ilin dekabrın 28-də Rusiyanın Amur vilayətinin Konstantinov rayonunda hərbiçi ailəsində anadan olmuşdur. Orta təhsilini isə Azərbaycanın Abşeron rayonunun Qobu qəsəbəsində almışdır. Azərbaycan televiziyasında yayımlanan İstedad Sorağı verilişində ilk olaraq qarşımıza çıxmışdır. 4-cü yer Ülviyə Xəlilbəyli. Azərbaycanlı teleaparıcı, aktrisa, model. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. İxtisası interyer üzrə dizaynerdir. 2011-ci ildən televiziya sahəsində çalışır. 26 iyul 1990-cı ildə anadan olan bu gözəl xanım Muz TV-də, daha sonra isə Lider TV-də stil verilişinin aparıcısı olub. 3-cü yer Kəmalə Piriyeva. Azərbaycanlı teleaparıcı və aktrisa. Azərbaycanımızın gözəl xanımlarından biri olan Kəmalə Piriyeva 1990-cı ilin yanvar ayının 9-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən bu xanım Yeni Ulduz, Bizim Səhər, Xalq Ulduzu, Sinema TV, At və Maqazin kimi bir çox verilişlərin aparıcısı olmuşdur. 2-ci yer Safura Əlizadə. Azərbaycanlı müğənnidir. Safura Əlizadə Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya mahnı müsabiqəsində təmsil edib və 5-ci yer tutmuşdur. Eyni zamanda Safuranı 2010-cu ildə Yeni Ulduz 8 layihəsinin qalibi kimi də tanıyırıq. Və 1-ci yer Aysel Teymurzadə. Azərbaycanlı müğənni. 25 aprel 1989-cu ildə dünyaya göz açan bu xanım Azərbaycanı 54-cü Avroviziya mahnı müsabiqəsində təmsil etmişdir. Bir çox insan tərəfindən Azərbaycanın ən gözəl xanımları arasında göstərilən Aysel Teymurzadə siyahımızın ən başında yer almışdır. Aysel Teymurzadə 2012-ci ildə pianoçu Murad Adıgözəlovla ailə həyatı qurubdur. Əziz dostlar, siz də düşüncələrinizi şərhlərə yaza bilərsiniz.